Əslində, bu hazırladığım mövzunu Şeyx Fövzanın bir risaləsindən götürmüşdüm, müəyyən bir belək başlıq olaraq. Elə sual verdiyim mövzuda da Şeyx Fövzan rəhməhullahın başqa bir risaləsi var. O risalənin başlığında Əhl-i Sünnə Cəmaətin etiqadının əsasları risaləsinin başlığında belə bir başlıq verir ki, bugün kim İslama kənardan baxsa gəlməksə İslamdan qaçar ki, orada olan çoxlu firqələri, qarışıqlığı görüb. Doğrudan da hamı doğruluq iddia eləyir və hərə bir tərəfə çəkir. Bugünkü gün o dediyimiz 73 firqə böyük ana firqələrdir. Həqiqi saya gəlsə ki, xırdalıqlarına qədər minlərləndir. Hər bir firqənin içində, hər bir o məzhəbin də içində onlarca, bəzən yüzlərcə firqələr var. Və günümüzdə də dediyim kimi o firqələrin sayı saysız hesabsızdır və necə, yəni o yolların içində, bu firqələrin içində doğru necə tapmaq olar? Təbii ki, qəlbi salamat insan, qəlbində dininə, Rəbbinə bağlı, onu sevən, onun yolunu tutmaq istəyən insan mütləq araşdırma eləməlidir, mütləq axtarmalıdır. Axtarmağa çalışmalıdır. Axtarmağa çalışmaq üçün də hər kəsin içində bir elm yolu tutmaq olmalıdır. Elmi öyrənmək olmalıdır. Doğrudur, hər kəs elmi tam almağa müvəffəq olmur. Yəni, istər zaman baxımından, istər şərait baxımından və s. Lakin elm almağa çalışmalıdır. İnsanı fitnələrdən qoruyan elmdir. Elmsiz insan canavarın qarşısındakı quzu kimidir. Bu fitnələrin və şeytanın hilələr qarşısında elmsiz insan canavarın qarşısında çobansız quzu kimidir. Yəni, onun üçün parçalanması az, yəni, belə deyək ki, çox rahatdır. Həmən parçalanacaq. Və belə də çox sayılı misallara rast gəlmək olar ki, doğrudan dediyiniz kimi kimsə yeni iman gətirir, istəyir ibadətə başlasın və düşür hansısa bir təriqətin, hansısa bir məzhəbin, hansısa bir deyək ki, fitnəkarın əlinə və sonra onu doğru görür, ondan kənara çıxa bilmir. Bunun ilk yolu dedim ki, o insanın cahilliyinəndir, elmsizliyinəndir. Hər kəs gərək elm yolunu axtarsın. Elm yolunda kökünə qaytarmaq lazımdır. Elmi kimlərdən almaq lazımdır. Hər kəsdən elm alınmaz. Və doğruya çatmaq üçün ən önəmli olan ikinci tərəf, daha doğrusu əslində birinci olan salamat niyyətdir. Əgər insanın niyyəti sadiq olarsa, ixlaslı olarsa, Allah müvəffəq eləyər doğruya. Və sadiq niyyəti ilə elm almağa çalışmalıdır. Allah üçün doğrunu axtarmağa çalışmalıdır. Necə insan adi bir dünyəvi işdə bir bacarıq sahibi olmaq istəyirsə, onun yolunu tutur. Gedir ya usta yanında durur, öyrənir, ya gedir onun məktəbini, institutunu və s. oxuyur və hansı bir mərhələyə çatmağa çalışır. Eyni kimi də dini məsələlərdə insan düşünməlidir ki, mən bunun elmini alıb, elmini öyrənməliyəm. Və doğru düz elmi alan insan Allahın iznilə bir gün mütləq o yollardan qaçına bilir, çəkinə bilir və çox sayılı misallar çəkmək olar ki, böyük bidət məzhəblərinin sahiblərindən tövbəyə müvəffəq olanlar olub. Və Allahın iznilə də müvəffəq ola bilirlər. Bu günlərin bəs müvəffəq olmayanlar nəyin ucbatına müvəffəq ola bilmirlər? Ən dəhşətlisi onlara cahilliklə yanaşı qəlb xəstəliklərinin mövcudluğudur. Qəlb xəstəliklərinin mövcudluğu onlara imkan vermir ki, onlar haqqa gəlsinlər və yaxud da haqqı araşdırsınlar və yaxud da haqq onların qarşısına çıxdığı zaman ona hə desinlər. Dediyim kimi, hətta ayə ilə, hədislə rastlaşsalar belə ondan üz döndərə bilirlər rahat-rahat. Cavab verə bilmirlər, cavabları yoxdur. Bunun misalını hətta bəlkə son illərdə 10 dəfələrlə, bəlkə 100 dəfələrlə görmüşsünüz. Qarşılarına qoyulan suallara, elmi dəlillərə heç bir cavabları yoxdur, cavab verə bilmirlər. Müəyyən bəhanələrlə öz toplumunu qorumaq üçün, onların belə deyək, başlarını bişirib saxlamaq üçün müəyyən kəlmələrdən və yaxud da başqalarına axşaqlayacaq kəlmələrdən və yaxud da cürbəcə adlar qoşmaqla filanla, gizlətməklə toplumu saxlamağa çalışırlar. Lakin o toplumun fərdləri, qəlbləri salamatsa, niyyətləri Allah üçün ixlasları salamatdırsa, onda elm yolu tutsunlar.
və Allahın izni ilə müvəffəq olurlar. Yəni, birinci qəlbi islah eləməkdir. Hər kəsə vacibdir bu. İkincisi, elm yolunu tutmaq. Elmsiz mümkün deyil. Elmsiz sanki hər kəs, hətta deyək ki, doğru yola tutanlardan belə, haqq yolda olanlardan belə, kimsə əgər elmsizsə, birincisi sabah azmaq ehtimalı var. Külək həmişə yüngülləri aparır. Amma samballılar, ağrılar qalır yerində. Elm almaq lazımdır, öyrənmək lazımdır. Xüsusən tövhidi, etiqadı, mənhəci öyrənmək lazımdır. İkinci, həmin adamın durumu da elmsizcəsinə, hətta haqq yolda olsa belə, tövhid cəmaatı ilə, doğru mənhəc cəmaatla bir yerdə olmuş olsa belə, onun durumu digər tərəfdəki o elmsizdən çox fərqli deyil. Sadəcə o, birinci gözünü açıb o adamla rastlaşıb, bu da gözünü açıb bu adamla rastlaşıb və sabahki gün necə ona bəlkə haqq çatsa doğru yola gələr, buna da batil çatsa, kimsə o dəlilləri onun üstə yağdırsa, elmsizdir, azıb gedə bilər. Ona görə hər kəsə elm almaq lazımdır. O, ixlasla, Allaha olan gözəl niyyətin yanında mütləq elm almaq olmalıdır, mütləq. Xüsusən tövhidi hər kəs bilməlidir. Hər bir incəliyinə qədər, artıq incə məsələ sözü ilə kimsə aldatmağı bacarmamalıdırlar. Sənə incə məsələ sözü gələndə o incəliyi sən bilməlisən. İstənilən məsələni bu günlərin biz sual kimi ortaya qoysaq, tövhidi məsələlər, mənhəci məsələlər, hər bir kəs ona cavab verməyə bacarmalıdır. Bu bizim dinimizdir, etiqadımızdır. Biz bunu filan kəs gəlsin, mənim əvəzimə cavab versin deyil. Bu fikri məsələlər deyil ki, hər kəs öyrənib qutara bilməsin. Zəkat məsələləri, miras məsələləri filanlar deyil ki, və yaxud da həccin o qədər xırdalıqlar var ki, o deyil ki, hər kəs öyrənib qutara bilməsin. Bu əqidə məsələsi hər kəs əzbərindən bilməlidir. Yuxudan çağırıldıqda, yuxudan oyansan belə hər bir mənhəc, məzhəb və yaxud da etiqad suallarına hər kəs cavab verməyə bacarmalıdır. Böyüyümüz də, kiçiyimiz də, kişimiz də, qadınımız da. Problemin kökü elmsizlikdən gəlir bir tərəfdən də. Necə qeyd elədik ki, insanların şübhələrə düşməyinin, yəni dində azğınlıqlarının bir səbəbi də elmsizlikdir, cahillikdir. Və cahil insan məcbur kiməsə təqlid eləyir. Baxın, məzhəblərdən hamısı deyir ki, mənim məsələn, məzhəb imamım var, o ağ dedi, ağdır, qara dedi, qaradır. Yanlış olsa belə onu doğru sayır. Düzdür, cahil insan çox keçərlidir bəlkə. Amma normalda bir mömin bu cür olmamalı. Səhabələr belə yol tutmamışdı, Peyğəmbər belə öyrətməmişdi insanları. Əksinə, hər biri bilirdi tövhidini. Hər biri bilirdi ki, şəhadət kəlməsi nə deməkdir? O şəhadət kəlməsinin tələbləri nədir? Və günbəgün Allah Rasulü onlara öyrədirdi, ona Allahın salavatı salam olsun və onlar hər biri qavrayırdı. Hamısı bilirdi tövhidini, hamısı bilirdi əqidəni. Bilmədikləri də onlara öyrədilirdi. Və biz də bu cür olmalıyıq. Bugün əlimizdə Allah'a həmd olsun kitablar var, dərslər var, öyrədənlər var. Və öyrənən kəs də mütləq öyrənəndə soruşmalı, deməli deyir ki, müştəhid dedi, qutardı. Bu məsələ belədir, bitdi. Belə deyil. Öyrənməlidir. Dəlillərini Quranla, sünnə ilə vacibdir hər birimizə, tək-tək, fərq-fərq hər birimizə vacib ki, biz etiqadımızı dəlillərlə əzbərdən bilək. Dərsdə danışılıb, mən də nağıl kimi, hekayə kimi yadda saxlamışam, yox. Dəlillərlə əzbər bilək hər birimiz. Bu hər birimizə vacibdir. Əgər insan bu yolu tutarsa, yəni elm yolunu, o halda qurtula bilər. Əgər o cür qurtula bilmirsə, dediyim kimi, bugün doğru bir toplumun içinə elmsizcəsi qatılanla, yanlış bir toplumun içinə elmsizcəsinə qatılan arasında fərq yalnız toplumun yer fərqidir. Sabah yer dəyişmə də baş verə bilər onların arasında. Görərsən ki, birinə haqq çatmaq, birinə batili çatmaqla. Baxın, xavariclər haqqında Səhabət təbiin dönəmində çıxan xavariclər haqqında o vaxtı onlara verilmiş adlardan biri əhlü dəlil idi. Dəlil əhli. Niyə? Çünki ancaq ayə və hədis deyərdilər. Hətta rivayətlərə keçir ki, onların bəziləri müxtəlif yerdən ayələri elə ardıcıl deyək, sanki bir surənin ardıcıl oxuyurmuş kimi. Ona görə köklü tövhid elmi lazımdır. Çünki sabahlarım dediyimiz o doğru toplumun içində olan saf bir insanı elmsizliyi ucbatından kimsə gəlib doğru etiqaddan və yaxud da İslamdan yayındıra bilər. Və bunun bu dəqiqə dəvətçiləri çoxdur.
baxsa ateistlərin, deistlərin və yaxud da deyək ki, fərqli məzhəblərin, fərqli dinlərin dəvətçiləri nə qədər var? Və bugün çox asanlaşıb. Dünyanın bir ucunda oturur, o bir ucunda oturan insanı dəvət edir. Və hamının əlində o cihazlar var. Və nə qədər tövsiyə etsən də ki, bilmədiyindən dinləmə, bu dindir, din elmdir, bu elm dindir, bu elm hər kəsdən alınmaz, din hər kəsdən öyrənilməz, xeyri yoxdur. Hər kəs eyni ağılda deyil. Və həmçinin kənardan başqa fitnələr də görüncə ki, baxın, müsəlmanlarda maddi çətinlik var, qərbdə amma imkanlar, filanlar, feşmanlar, insanlar bu cür fitnələrlə və s. başlayırlar onları dinləməyə, onları axtarmağa, İslamı müasirləşdirməyə. Xəbərləri yoxdur ki, doğrudan geri qalan o qərbdir. Doğrudan geri qalan qərbdir. Çünki onların baxdıqları yalnız burunların ucuna qədərdir. Uzağa baxa bilmirlər. Bu dünyanı bəyəm qərb xoşbəxtmi olub? Mən sualın bir hissəsini qoyub başqa bir şeyə keçdim. Amma bəyəm o qərb doğrudan mı? Maddiyyət bəlkə də artıqdır. Bəlkə qat-qat artıqdır. Bəyəm biz ancaq maddiyyət istəyirik. Dünyamızı danışırıq, ahirət danışmayaq. Bəyəm biz ancaq istədiyimiz maddiyyətdir. Vallahi yaşlılardan birinə desəz ki, 90 yaşı var, 100 yaşı var. Bir tərəfdə maddiyyət, bir tərəfdə gənclik, hansını seçsin? Gəncliyi seçər. İnsan həmişə maddiyyət istəmir ki. Bir tərəfdə maddiyyət var, amma çək, çevir, qəlb sıxıntısı və s. onu qorumaqmı, itirməkmi və yaxud da həmişə çağırırlar ora-bura. Bir tərəfdə orta bir imkan, lakin rahat yaşayır. Hansını seçər insan? Zaten bizim yiyəcəyimiz bir qarın, giyinəcəyimiz bir bədəndir. Heç kəs üstə 20 dənə paltar giymir. Bir insan qardirobunda 100 kostyum olmağı ilə yaxud da 3 dəst, 5 dəst paltar olmağın çox ciddi fərqi yoxdur. Bir insan 1 milyarda olmaqla ailəsini normal dolandırıcı qədər imkan olmağın çox ciddi fərqi yoxdur. Çünki onlar da bir qarını yeyir, o bilər də bir qarını yeyir. Ödəklər birdir. Hərçən ki, kafir 7 qarını yeyən dünya həvəsi olaraq doldururlar onu. Amma daşlığı bir bədəndir, bir mədədir onun içində. Fərqi yoxdur. Bir insanın kolleksiyasında 100-200 maşın olsun və yaxud da bir insanın salamat bir mini olsun. Çox ciddi fərqi yoxdur. Var fərq nədə? Təkəbbürlüyündə, iddialarında, yekəxanağında, başqa-başqa şeylərdə fərq ola bilir. Amma insan kimi xoşbəxt yaşamasında bəlkə də yox, əminliklə Allahdan qorxan, o orta imkanlı, az imkanlı, çox-çox xoşbəxt qeyrisinə. Bəyəm qəlb xoşbəxtdir pulla, hər şey pulla ölçülür. Və misalını siz də bilirsiniz və hər gündə rastımıza çıxmaqdadır, dəfələrlə görürük, o əqidəli insanların, onlar bilsin nə qədər sıxıntılar içindədir. Sizlərdən qat-qat artıq sıxıntı içində. Əgər biz dinimizdən düzgün sarılsaq, düzgün yapışsaq, bizim heç sıxıntımız olmaz. Bizim heç dərdimiz, sərimiz olmaz. Ya kasıb olsa, ya varlı olsa fərqi yoxdur. Ya kişi, ya qadın, ya böyük, ya kiçik, fərqi yoxdur. Ya sağlam, ya xəstə, fərqi yoxdur. Biz dinimizi düzgün sarılsaq, etiqadımızı düzgün bilsək, Rəbbimizə düzgün təvəkkül etsək haqqınca, bizim təqvamız yerində olsa, bizim ümumiyyətlə sıxıntımız olmaz. Bizim sıxıntımız tək bir sıxıntı olar, axirət dərdi. Bizim dünya dərdimiz olmaz. Ona görə elə bir İslamı avropalaşdıranlar və s. dəvəti ölümünə aparanlar, İslamı bu cür parçalayanlar, İslamı bu cür kökündən baltalayanlar elə bilməsinlər ki, qərb xoşbəxtdir. Və onların çoxlarının xəbəri yoxdur, eyni dediyiniz bəzi digər məzhəblər və yaxud da firqələr kimi kimlərəsə xidmət edirlər. Özləri bilmədən onlara yaxşı göstərilmişi insanlara təbliğ edirlər, hansı ki, haqdan çox uzaqdır. Və bugünkü gün dediyiniz o bir çox məzhəblər, firqələr, istərsə xavariclər, təkfirçilər olsun, istərsə digər sadalız o firqələr olsun ki, bugünkü gündə sələfliyə nisbət edirlər özlərini, çoxları özləri xəbəri olmadan başqalarına xidmət edirlər. Onun bunun köləsi, onun bunun quludur xəbərləri yoxdur. Onun bunun dəvətçiləridir. Yəni, batilin dəvətçiləri xəbərləri yoxdur insanların. Tək bir çıxış yolu var, gözəl niyyət və elm almaq.
Belə.